Bu dərsimizdə arraylər üzərində istifadə edə biləcəyimiz hazır metodlar haqqında danışacağıq. Yəni, array methods anlayışına keçid edirik. Arraylər üzərində görə biləcəyimiz işlərin ən sadə versiyası olaraq arraydə olan elementlərin uzunluğunu tapmaq, hansı ki, bir öncəki videomuzda bunun haqqında danışmışdıq. Bir array yaradaq, users bərabərdir. İçərisində userləri qeyd edək. İlkin vergül alı vergül ülvi vergül nicar şəklində şəxsləri qeyd edək. Daha sonra console.log vasitəsilə users.length, yəni userlərimizin sayını tapası olsaq 4'ü burada görmüş oluruq. Məsələn, bunlardan hər hansısa birini silərək 3 görmüş ola bilərik. Daha sonra arraylərimiz üzərində sıralama işləri. Yəni biz arrayimizi əlifba sırasına görə sıralayaq. Gördüyümüz kimi sıralama nəticəsində avtomatik olaraq alı ilkin ülvi olaraq, yəni ingilis əlifbasına görə sıralanma işi görmüş oldu. Sıralamanın tərsi olaraq nəzərdə tutulan reverse vasitəsilə hal-hazırda əlimizdə olan arrayin elementlərini sağdan sola doğru sıralamış oluruq. Ülvi, alı, əli. Yəni bu əlifba sırasına görə sıralanma deyil. Əgər belə bir şey eləmək istəyirsə, öncədən sort vasitəsilə əlifba sırasına görə artma hazırlıqla düzüb, daha sonra onu reverse etməyimiz lazım olmuş olacaq. Yəni bu olmadığı zaman sadəcə olaraq arrayi tərsdən düzmüş oluruq. Arrayimiz üzərində join işləri. Biz arrayimiz içərisində olan məlumatları join edərək, bir-birinə join edərək rahatlıqla konsola vermiş ola bilərik. Yəni users.join və join etdiyimiz zaman elementlərimizin arasına qoymaq istədiyimiz işarə, məsələn, vergül yerləşdirərək bu şəkildə elementlərimizi buraya düzə bilərik. Join istifadə etmədən arrayimizi konsola vermək istəsək, bu zaman arrayimizi stringə çevirmə anlayışı ortaya çıxır. ToString istənilən tipdən string tipinə çevirmə üçün istifadə etdiyimiz hazır metoddur. Bu zaman eyni nəticə ilə qarşılaşacaq, sadəcə olaraq vergüldən sonra boşluq olmayacaq və JavaScript-də auto-toString anlayışı arraylər üzərindən mövcuddur. Yəni siz birbaşa array konsola vermək istəsəz, toString yerinə yetirməməyinə baxmayaraq, bunu document.write etsəz, bu zaman artıq konsolda toStringə birbaşa avtomatik şəkildə çevrilmə olduğunu görmüş olacaqsınız. Sadəcə olaraq konsola vermək istədiyimiz zaman array tipində yox, konsola verəsi olsaq, birbaşa toString yazası olacaq. Console.log toString və yaxud da console.log toString və yaxud da birbaşa array şəklində də konsolda görmüş ola bilərik. Join-in bunlardan fərqi, join daxilində araya qoymaq istədiyimiz, yəni arrayin elementlərin arasında qoymaq istədiyimiz istənilən ifadədən istifadə edə bilməyimizdir. Push metodu vasitəsilə. Bundan sonra öyrənəcəyimiz metodlarımız bizim elementlərimizin içərisində, arrayimizin içərisində olan elementlərimizi dəyişməyimiz üçün nəzərdə tutulub. Bir öncəki videomuzda arrayimizin içərisinə yeni bir element əlavə etmək üçün usersimizin növbəti indeksini, yəni 0, 1, 2-ci indeksindən sonraki yerləşən 3-cü indeksimizə bərabər edərək yeni bir qiymət, məsələn, nigar parametrini daxil edərək, burada daha sonra usersi konsola verərək elementimizə yeni bir məlumatın daxil olunduğunu görmüşdük. Yəni bu şəkildə əlavə edə bilirdik. Sadəcə olaraq daha professional bir üsul olaraq bunu push vasitəsilə etmiş olacaq. Users.push edərək mötərizə daxilində push etmək istədiyimiz dəyəri qeyd edirik. Bu şəkildə yazası olsaq, artıq nəticə etibarilə arrayimizdə eyni məlumatın olduğunu görəcək. Bu şəkildə dolduraraq, məsələn, Nərgiz yazaraq, burada yeni bir adamın da daxil olunduğunu görəcək. Push etdiyimiz zaman bizə return bir dəyər qayıdır. Yəni biz, əgər push metodundan istifadə edəsi olsaq, burada konsola versək məlumatı, arrayimizə daxil olunduqdan sonra alınan element sayının burada müşahidə olduğunu görərik. Yəni biz bunu konsola bir neçə dəfə daxil edərək 4, 5, 6, yəni hər dəfə məlumat daxil olunduqca push metodu bizə nə edir? Arrayimizin növbəti sıra nömrəsini qaytarır. Bunun üzərində popa keçməmişdən əvvəl concat üzərindən danışmaq istəyirəm. Concat eyni push üzərindən istifadə etdiyimiz kimi yeni bir məlumatı arrayimizə daxil etməyimizə kömək etmiş ola bilər. Məsələn, users.concat yazaraq
Nigarı bu arrayimizin içərisinə daxil edə bilərik. Gördüyümüz kimi, eyni şəkildə users'imizin içərisinə artıq məlumat doldurmuş oldu. Amma paşdan fərqli olaraq users'imizi biz əvvəldən concat edəsi olsaq və daha sonra bu users'i konsola vermiş olsaq, burada yeni əlavə etdiyimiz elementin olmadığını görürük. Yəni, concat əslində array'e yeni bir məlumat daxil etmir. Sadəcə olaraq, iki array'i və yaxud da array ilə yeni bir stringi birləşdirmə işimizə yarayır. İstifadə edəcəyimiz, yəni daxil etmə tipli istifadə edəcəyimiz yer array'e daxil olunandan sonra, yəni elementin array'e daxil olunduqdan sonra alınmış nəticəsini görmək istədiyimiz zaman elementi concat edərək buradan məlumatı görə bilərik. Qeyd etdiyim kimi, let new user yaradaraq, users daha doğrusu yaradaraq, içərisində bir neçə yeni məlumatı da əlavə edə bilərik. Məsələn, Asif, növbəti ad, Fidan olaraq qeyd etsək, daha sonra concat vasitəsilə new users'i burada qeyd etsək, yenə də eyni nəticə ilə burada qarşılaşmış olacaq. Array'imizin içərisinə paş vasitəsilə bir array daxil etdiyimiz zaman elementimizə daxil olunmuş yeni array'imiz bu şəkildə yazaq, uzunluğu gördüyünüz kimi 4 oldu. Yəni mən 3 dənə olan array'in içərisinə yeni 3 nəfər şəxs əlavə edirəm. Sadəcə olaraq burada array'imin 4 uzunluğu qaytardı. Bunun səbəbi əslində budur. Buraya daxil edək və daha sonra users'i konsola verərək baxaq. Artıq array'imizin içərisinə gələn 3-cü elementimiz array formasında olmuş oldu. Yəni biz bu şəkildə array'imizə bir neçə elementi daxil edə bilmərik. Bunun üçün əslində müxtəlif variantlarımız mövcuddur. Biz gələcəkdə dövr operatorları vasitəsilə bunu rahatlıqla edə biləcək. Bu şəkildə yazdığımız zaman da ən son elementin daxil olduğunu görürük. Yəni bizim üsullarımızın heç biri keçərli olmayacaq. Növbəti metodumuz olan pop vasitəsilə biz array'imizin sonunda dayanan, yəni ən sonuncu indeksinə dayanan elementi rahatlıqla silə bilirik. Users.pop yazdığımız zaman daha sonra console.log etsək users'i, bu zaman array'imizdə artıq 2 element olduğunu görəcək. Yəni ən son indeksə dayanan elementimizi silmiş oluruq. Pop'u konsol üzərindən edərək baxası olsaq, bizə silinmiş elementin öz adını qaytarmış olacaq. Yəni ən sonda dayanan elementi silməklə yanaşı, onu bizə qaytarmış da olacaq. Biz bu şəkildə let deleted deyərək bərabərdir. User.pop'u bura mənimsədərək silinmiş şəxsi öz yaddaşımızda saxlaya bilərik və deleted'i daha sonra isə users'i konsola verərək silinmiş şəxsi və ümumilikdə array'imizi bu şəkildə görmüş ola bilərik. Və ya əgər bizim deleted user'imiz bir array olmuş olsaydı, bu zaman daha sonradan deleted üzərinə nöqtə paş edərək silinmiş şəxsləri burada toplaya bilərik. Users.pop yazaraq bu şəkildə deleted və users'i konsola versək, gördüyümüz kimi artıq son şəxsin oradan silinib buraya yerləşdirildiyini görürük. Bu sətri təkrarlayaraq elementlərimizin içərisindən dolduraraq users'in içərisindən deleted users hissəsinə məlumatlarımızı köçürə bilərik. Əgər elementimizin içərisindən sondan yox, öndən bir element silmək istəsək, bu zaman shift operatorundan istifadə edəcək. User.shift vasitəsilə biz array'imizin əvvəlki ən ilk elementini rahatlıqla silə bilirik və users'i konsola verərək nəticəyə baxası olsaq, gördüyünüz kimi bu şəkildə ilkin yazısı buradan silinmiş oldu. Eyni qayda ilə shift'i də konsola verəsi olsaq, silinmiş elementi bizə qaytarmış olacaq. Unshift vasitəsilə də array'imizə məlumatlar daxil edə bilərik. Yəni unshift vasitəsilə biz array'imizə yeni bir məlumat daxil edəsi olsaq, bu zaman 4, yəni yeni bir elementimizin əlavə olduğunu görə bilərik. Bunu aylıqda bu şəkildə yazsaq və users'i konsola verəsi olsaq, bu zaman nurlan sözünün array'in əvvəlinə daxil olduğunu görərik. Yəni, paşın yerinə biz unshiftdən istifadə edərək array'imizin ilk sətrinə, ilk indeksinə hansısa məlumatı yerləşdirə bilərik. Splice vasitəsilə biz array'imizin içərisində hansısa bir hissəni kəsib götürə bilirik. Və ya elementimizin içərisinə, array'imizin içərisinə splice vasitəsilə yeni məlumatlar daxil edə bilirik. Məsələn, users.splice edərək ilk öncə array'imizə yerləşdirmək istədiyimiz element, yəni elementimiz, yeni gələcək elementimizin hansı indeksdə dayanacağını göstəririk. Məsələn, ilk öncə ən sona məlumat daxil edək. 0, 1, 2, yəni daxil edəcəyimiz element 3-cü yerə dayanacaq
Və bundan sonra 0 qiyməti daxil edirəm. 0 bu elementin, yəni daha doğrusu yerləşdirdiyimiz array'in içərisində 3-cü indeksdən başlayaraq neçənci indeksə yerləşdirmək istədiyimizi göstərir. Birazdan bunun haqqında danışacağıq. Daxil edək Nurlan sözünü. Baxaq. Məlumat olaraq gördüyümüz kimi Nurlan sözü gedib array'in ən axırına dayanmış oldu. Yəni bu dəqiqə yazdığımız kod paş ilə eyni funksiyaya malikdir. Əgər buraya 2 yazsaq, baxacağımız zaman artıq Nurlanın ülvüdən əvvələ qeyd olunduğunu, yəni 2-ci indeksə yerləşdirilir, ülvünü isə 3-cü indeksə keçirmiş olduğunu görə bilərik. 1 yazdığımız zaman da normal olaraq 1-ci indeksə yerləşmiş olacaq. Buradakı 0 indeksini, daha doğrusu 0 qiymətinin nə işə yarandığını öyrənmək üçün buraya 1 qeyd edirəm. Baxdığımız zaman artıq nə edib? 1-ci indeksdən başlayaraq növbəti 1-i yerinə bu Nurlan sözünü daxil etdiyini görürük. Yəni, bu zaman bir update işi görmüş olduq. 1-ci indeksdən başlayaraq növbəti 1 indeksi sil və yerinə bunu yaz. Yəni, burada yazdığımız bir parametr silmə parametri işinə yaramış olur. Əgər buraya 2 qeyd etmiş olsaq, baxdığımız zaman 1-cidən başlayaraq ikisini kat edir, yəni bu hissəni silir və yerinə Nurlanı yazır. Bu əməliyyatın özünü birbaşa konsola vermiş olsaq, konsol nəticəsində birbaşa oradan silmiş məlumatların qayıtdığını görürük. Yəni, eyni bayaqki kimi deleted user yazaraq buradan məlumatları silib yeni vəziyyətə gətirmiş ola bilərik. Splice vasitəsilə birbaşa array'imizin içərisindən məlumatı rahatlıqla çoxluq şəklində silə bilərik. Yəni, users daxilində baxası olsaq, bir neçə elementi eyni zamanda splice vasitəsilə silmiş olduğumuzu görəcəyik. Növbəti öyrənəcəyimiz funksiya isə slice funksiyasıdır. Slice. Biz slice vasitəsilə array'imizin içərisindəki hər hansısa bir hissəni kəsib götürmə işini görə bilirik. Məsələn, 1,1 yazaraq slice'ı konsola vermiş olaq. Baxdığımız zaman 1,2 daha doğrusu. Baxdığımız zaman al sözünü buradan götürmüş oluruq. Burada yazdığımız parametrlərin birincisi start indeksdir. Yəni, başlamaq istədiyimiz indeks. Bu şəkildə də buna baxa bilirik. Start və end olaraq qiymətləndirilir. Hər ikisi optional value'lərdir. Yəni, biz birbaşa slice vasitəsilə də bir iş görüb array'imizin kopyasını yaratmış oluruq. Bunun üzərindən, əgər mən buraya slice 1 yazmış olsam, birinci indeksdən başlayaraq digər indekslərimizi kəsib götürmək işinə yaramış olacaq. Və ya 1,2 yazası olsaq və ya 0,2 yazası olsaq, 0-cı indeksdən 2-ci indeksə qədər kəsib götürmüş oluruq. Sol tərəfdə yazdığımız indeks daxil, sağ tərəfdə yazdığımız indeks isə daxil deyil. Yəni 0-cı indeksdən 2-ci indeksə qədər, yəni 0 və 1-ci indekslərimizi götürmüş olacaq. Bu indeksi daxil etmədikdə isə 0-cıdan başlayaraq sona qədər getmiş olacaq. Burada çox önəmli bir məqamı qeyd etmək lazımdır. Biz əgər usersdən slice edərək, 1-ci indeksdən başlayaraq 2-ci indeksə qədər bir hissəni kəssək, yəni al sözünü buradan götürmüş olsaq, daha sonra usersi konsola vermiş olsaq, əsas array'imizdə, yəni bu array'imizdə heç bir dəyişiklik baş vermir. Yəni splice'dan fərqli olaraq array'in içərisində, yəni ana array'in içərisində heç bir məlumatı silmir. Sadəcə olaraq array'dən müəyyən bir hissəni kəsib bizə array şəklində vermək işinə baxır. Tətbiq sahəsi olaraq tam fərqli anlayışlardır.